Ya Allah. Hər vaxtınız xeyir olsun. Əziz xalqımız, əziz millətimiz, Allah sizlərə bərəkət versin. Əziz dostlar, Həzi Aslanov qəsəbəsindəyik. Köhnə Fəhlə prospekti gedir bura. Yəni el arasında Raboçi prospekti idilər bura əziz dostlar. Asiman Şadlıq Sarayının yanı. Qarşıda görürsünüz. Maşallah olsun. Baxın belə bir möhtəşəm bir İnşallah villamızı sizə təqdim edəcək əziz dostlar. Evimizin ilk öncə nəzərdə satdırım kupçası var. 5 sotdan inşa olunub, 3 mərtəbənin kvadratı isə 520 metrdir əziz dostlar. Çıxarışı var, tam şəxsi mülkiyyətdir. İdeal bir evdir inşallah, tam təmir. Tural, bir dənə manqalini görsədək əvvəl, sonra evin içinə daxil olarıq. Sürətlə gəl qardaşım, gəl manqalini görsət. Əziz dostlar, buranın lampası yoxdur, işıq yanmır, üzüdür sayın, amma gözəl şəkildə təmir olmuş manqalinidir. Bu qapı isə birinci mərtəbənin mətbəxinə açılan qapıdır. İndi bağlıdır, içərdən sizə göstərəcəm. 5 sotda, əziz dostlar, 5 sot. 5 sotda inşa olunub. 3 mərtəbə, bütün mərtəbələr arası monolit beton 520 kvadrat metr kupçalı. Tural, gəl evin bu yanında görsət. Baxın əziz dostlar, burada da həyət üçün hamam və sanitar qovşağı yaradılıb. Orada ağac əkmək üçün yerdə saxlanılıb. Güllər isə hal-hazırda yerindədir. Əziz dostlar, doğrudan da möhtəşəm xərc qoyulub bu evə. Saraydır maşallah, saray. Gəl qardaşım. Bəh. Minimum 50 kvadrat metr qonaq otağı. Xüsusi dizaynlı, parket işlənilib. Polisdə əziz dostlarım, görürsünüz, çox gözəl işlənilib. Naxışlar. Gəl bura qardaşım. Baxın, burada birinci mərtəbədə mətbəxdir. Təxminən 25 kvadrat var. Buradan da mətbəxdən də çıxış var. Bayaq gördünüz, manqaliniyə. Meyvələr də hazır vəziyyətdə. Aspirator da yerindədir, qaz da yerindədir. Çox gözəl. Evdə hər şey yerindədir. Maşallah, mükəmməl evdir. Əziz dostlar, yer hissəsi istifolla təsis olunub. Nəzərinizə çatdıraq. Bir dənə də yataq otağımız buradadır. Tuval görsət qardaşım. Kaldır üstündə buraya otururam. Rahat görsət, hamam və sanitar qovşağıdır birinci mərtəbənin. Tural tez yer qardaşım. Tamamdır. Pilləkən, maşallah, mərmər daşlardan inşa olunub. Qalxırıq. Mərmər daşlardan yığılıb. Hər mərtəbədə, əziz dostlar, fərqli üslubda parket işlənilib, parket döşəmə işlənilib. Hər mərtəbədə. Hamam və sanitar qovşağı da var. Elə birinci buranı görsən. Birinci göstər buranı. Gördüyünüz şey, bura hamam sanitar qovşağıdır. Çox geniş və səliqəli. Tural, yataq otağı var, bir də balkona çıxış var. Bir dənə yaxından görsət. Burada bir də bir yataq otağıdır. Buradan balkona çıxış var. Gördüyünüz kimi. Maşallah. Ay maşallah. Bəh. Deməyə söz yoxdur. Möhtəşəm dizayn, möhtəşəm, həqiqətən də əziz dostlar. Əsl oliqarx evidir. Kim alsa inşallah sağlıqla yaşasın. Buradan da balkona. Bəli, oradan da balkona çıxış var. Əsl oliqarx evidir. Kombi xətləri. Görsənir, əlbəttə ki, yer möhtəşəm işlənib xüsusən. Burada bir dənə yataq otağımız var. İkinci mərtəbənin mətbəx hissəsidir. Hündürlüyü də 3 metr 30 santıdır. Hündürlüyü də mükəmməldir və bir mətbəxdə bu mərtəbədə əziz dostlar. Qalxaq üçüncü mərtəbə. Görsün. Maşallah. Yəqin yuxarıda. Bax. Pilləkənin özü bir gözəlliyidir.
Maşallah, maşallah. Gözəl, Daha bir gözəl. açmayan şey var, bu lift. Gözəl, əziz dostlar. Doğrudan da ürək açan, möhtəşəm bir evdir. Genişliyi super, təmir super. Orada da balkona çıxış var, əziz dostlar. Burası 10-cu mərtəbədir. Buranı da görsək, hamam və sanitar qovşağı. Hər mərtəbənin hamam sanitar qovşağı var. Birincisi. Gəl bura bənzərmə. Bura nədir? Bu bir daha bura detiskində görsək. Buradan Bir dənə detiskində uşaq otağı yerinə. görsək kimi pəncərənin qarşısı asılıdır. Hər yan gözəl bir mənzərə. Gördüyünüz kimi Deməli əziz dostlar, burada da bir yataq otağımız mövcuddur və yataq otağının daxilində bir dənə hamam sanitar qovşağı var. Görsək. Drop. buranı göstərir. Burada. Və əziz dostlar, qeyd edim ki, villanın görüntüsü, panoraması birbaşa dənizədir. Dənizi görsək, doğrudan hamıza. Baxın, dəniz görsənir. Yaxından görsək. Birbaşa panorama dənizədir, əziz dostlar. Bura bağlıdır. Buradan laf gözəl görsənir. Asılır. Yox, saxla düşür aşağı. Buranı göstərdim, ben ikisi yoxsalım. Saxla. Demək, əziz dostlar, sonda qeyd edirəm, evimiz 5 sotda inşa olunub. 5 sotda tikili. Villamız 3 mərtəbədir. Yaşayış sahəsi 520 kvadrat metrdir, əziz dostlar. Kupçası var. 5 sotlar 520 kvadrat metr. Deməli, 10 otaqdan ibarətdir. 10 otaq var burada. Zal da daxil, qonaq otağı da daxil, 10 otaq var, əziz dostlar. İdeal bir ərazidədir. İdeal. Hacı Aslanov qəsəbəsi, köhnə Fəhlə prospekti, indiki adı deyəsən dəyişdirilib, biz dəqiq bilmirik. Amma Fəhlə prospekti, Asuman Şarlıq Sarayının yanı. Qiymət əziz dostlar, təyin olunub 800.000 manat ev sahibi tərəfindən. Qiymət endirilib, nəzərinizə çatdırın. Əvvəl biraz baha qoyulmuşdu. Bu evin qiyməti çox yüksək çıxmışdı bazara. İndi endirilib qiymət. 800.000 manata təcili satılır əziz dostlar. 800.000 manat. İnşallah ki, real müştəriyə endirimlə olunacaq mütləq şəkildə. Allah xeyir versin bu gözəl evi kim alsa sağlığına yaşasın, alana da satana da vəziyyət keçən bizlərə də. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib, videolarımızda rəy yazmağı. Unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışda əmlakınız varsa bizimlə əlaqə saxlayın. Elə çəkək, paylaşaq və satılmasında köməkli göstərək. Allah ev olmayanlara ev qismət eləsin inşallah.